Pensiyaçılara şad xəbər. Yeni qayda tətbiq olundu. Mərkəzi bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir. Bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib. Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödənilmiş olacaq. Əslində qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq. Əkrəm Həsənov əlavə eləyib ki, Mərkəzi Bank eyni zamanda İslam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.